Hər vaxtınız xeyir olsun. Ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün yanvarın 21-idir və yanvarın 22-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən isə yağmursuz keçəcəyi gözlənilir və cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti olacaq. Lakin gecə və səhər yollar buz bağlayacaq. Rayonlara gəlincə, Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə isə arabir duman olacağı gözlənilir, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz isə 4-7 dərəcə isti olacaq. Dağlarda gecə 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə hətta 17-22 dərəcəyə qədər yüksələcək və gündüz isə havanın temperaturu 2-6 dərəcə şaxta olacaq. Qeyd eləyək ki, elə rayonlarda da yolların buz bağlama ehtimalı var. Odur ki, maksimum dərəcədə diqqətli olun.